Yəni, Augusto Pinochet kimi bir diktator, bir xunta başçısı belə özündən sonra siyasi sistem qoymaq üçün bu addımları atdı. Mən anlamıram, İlham Əliyev neçə yüz il hakimiyyətdə oturmağa çalışır ki, hazırlaşır ki, o ölkədəki siyasi sistemi yerlə yeksan edir. Mən demirəm o ideal siyasi sistemdir. O necə ola bilərsə, o cür mövcud olan sistemdir. Reallıqlara uyğun sistemdir. Amma bunu dağıtmaq nə verir Azərbaycan hakimiyyətinə? Bəs bunun səbəbi nədir ki, bax, bu prosesə start verilibdir? Bir səbəbini dedim, təbii ki, bu geosiyasi mübarizədir. İkinci səbəbi iqtisadi vəziyyətdir. Azərbaycanda görün nə baş verir. Azərbaycan mediasında hər halda çalışıram, inanım o məlumata. Əvvəlcə deyirlər, Azərbaycan Monqolistandan ət ithal edir. İndi deyirlər, Somalidən də ithal edir. Əzizlərim, Somali acılıqdan əziyyət çəkən bir ölkədir. Görün, Azərbaycan nə gün də olmalıdır ki, Somalidən ət ithal eləsin. Bu biabırçılıqdır, əgər bu həqiqətdirsə. Bəs nədir bunun səbəbi? Bunun səbəbi ölkədə aparılmış, ümumi şəkildə desək, yanlış iqtisadi siyasətdir.